Qarabağ, neçə-neçə oğullar bu ulu, şan-şöhrətli ad uğrunda canından keçdi. Ana dediyimiz vətənimiz azad olsun deyə. Namusumuz, qeyrətimiz yağı tapdaq altında qalmasın deyə. Bəli, ağır, çətin sınaqlardan keçərək qəhrəmanlıq zirvəsinə ucaldı. Bu qəhrəmanlardan biri də vətənimizin qeyrətli oğlu Quliyev Vüqar Füzuli oğludur. Quliyev Vüqar 2001-ci il dekabr ayının 11-də Ağsu rayonunun Qaraqaşlı kəndində zəhmətkeş 3 uşaqlı bir ailədə dünyaya göz açmışdı. Vüqar Quliyevin atası Quliyev Füzuli Gülxan oğlu kənd təsərrüfatı ilə məşğul olmuş, anası Quliyeva Könül Ağamirzə qızı evdar qadın olmuşdu. Uşaqlığını Ağsu rayonunun Qaraqaşlı kəndində keçirən Vüqar Quliyev 2008-2017-ci illərdə Ağsu şəhər Polad Mirzəyev adına 5 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub və 9-cu sinifə qədər orada təhsil alıb. 2017-2019-cu illərdə Ağsu şəhər 4 saylı tam orta məktəbində təhsil almışdı. Vüqar Quliyev 9 yaşında musiqi məktəbinə getmiş və tar alətində ifa etmək sənətinə yiyələnmişdi. O, 2019-cu ildə Bakı şəhəri 1 saylı peşə liseyinə elektrik qaynaqçı peşəsi üzrə qəbul olmuşdu. Vüqar Quliyev 2020-ci ildə hərbi çağırış zamanı təhsilini yarıda qoyaraq may ayının 6-sında həqiqi hərbi xidmətə getmişdi. Vüqar Füzuli rayonu Şükürbəyli kəndində en sayılı hissədə kəşfiyyatçı ixtisası üzrə hərbi xidmət keçmişdi. 2020-ci il sentyabrın ayı 27-sində Vətən müharibəsi başlayarkən Vüqar Quliyev hərbi xidmətdə əskər idi. Vüqar Füzuli rayonu Şükürbəyli kəndi istiqamətində döyüşlərə qatılaraq Xocavənd və Şuşa istiqamətlərində döyüşlərdə də iştirak etmişdi. Əskər yoldaşları Vüqarın keçdiyi döyüş yollarından fəxrlə, qürurla danışırlar. Vüqar sonuncu dəfə oktyabr ayının 28-də atası və anası ilə danışıb onlardan halallıq istəmiş, onları Allaha əmanət etmişdi. Və 30 oktyabr sonuncu zəng, sonuncu görüş, sonuncu ana nəfəsi. Ailəsi ilə danışanda sanki şəhid olacağını hiss edirdi Vüqar. Sanki anasını buna hazırlaşdırırdı. Mən şəhid olacağam. Şəhid olanda ağlama ana deyirdi. Hələ körpə yaşlarından Vüqar şəhid olmaq arzulayırdı. Dəfələrlə anası ilə bu haqda söhbət edib və 3 rəngli bayrağa sarılıb gəlməyin qürurunu qeyd edirdi. Vətənini, xalqını sevən gənc kimi yetişmişdi Vüqar. O həmişə qisas eşqi ilə alovlanırdı. Vüqar noyabrın 1-i sonuncu dəfə qardaşı Gülxanla danışır. Ondan göyərçin istəyir. Arzusu vardı. Göyərçini azad olmuş torpaqlarda uçuracaqdı. Son telefon görüşü isə noyabrın 2-si sinif rəhbəri Leyla müəllimə ilə olur.
müəlliməsindən halallıq istəyir. Vüqar 3 noyabr 2020-ci ildə Daşaltı istiqamətində snayper gülləsindən aldığı zərbədən minanın üzərinə düşür və şəhidlik şərbətini içir. Vüqar vətəninin dağında, daşında, torpağında, suyunda, səmasında, hər səhər doğan günəşindədir qəhrəman. Bütün Azərbaycan xalqı onunla fəxr edir. İndi Qarabağda şəhidlərimizin qanı bahasına 3 rəngli bayraq ucalır. Vüqar xüsusi mərasimlə Ağsu şəhər Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölümündən sonra Vüqar Quliyevi xüsusi fərmanla vətən uğrunda cəsur döyüşçü, Füzulinin azad olmasına görə, Xocavəndin azad olmasına görə medalları ilə təltif edir və Vüqar 3-cü dərəcəli vətənə xidmətinə görə ordenlə verilir. Ona verilən cəsur döyüşçü medalı əbəs yerə deyildi. Vüqar Qarabağ uğrunda gedən döyüşlərdə bir dəfə yaralanaraq qospitalda müalicə alır. Yenidən öz istəyi ilə döyüşlərə qatılır. Ancaq bütün bunlardan onun ailəsinin xəbəri yox idi. Bugün Vüqarın qəhrəmanlığı dillərə dastandır. Şairlər onun şəninə onlarla şeirlər yazıb, kitablar nəşr olunub. Biz Vüqarın tarix yazan hünəri ilə, vətənpərvər ürəyi ilə fəxr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.